Belə bir sual paylaşmışdıq. Hansı variantlar və ya variantlarda nöqtələrin yerinə əminliklə səbəbi yox bəhanəsidir yaza bilərik. Belə bir maraqlı sual idi. Kim sualla tanış deyilsə, baxsın, cavabını müəyyənləşdirsin. Sonra keçək izaha. Və qeyd edeyim ki, bir xeyli cavab gəldi. Amma bu dəfə rahat sual idi. Burada da tələbələri çalışdıran bir şey oldu. Düşündülər ki, əgər tam cavabı seçin variantı varsa, yəqin ki, minimum 2 dənə cavab seçilməlidir burada. Amma bəzən elə suallar olur ki, tam cavabı seçin deyir. Burada biz variant verməmişik, orada variantlar olur. Məsəl üçün, təkcə A-da olur, A-C də olur, C-də olur. Yəni, bir dənə də ola bilər. Və buradakı şəkilləri də, yəqin ki, bildiniz, 4 dənə o fikrinin hərəsi birinə aiddir. Kim düzə bilirsə, kommentdə düzə bilər hansına aiddir. A, B, C, D, 1, 2, 3, 4 bu cür uyğunlaşdırıb. Və bir daha baxırıq sualın şərtinə. Harada biz səbəbi yox bəhanəsidir yaza bilərik. Məsələn, Abdullah Şaiqin Anabacı əsərində baş qəhrəmanın yununun ipinin çatmaması, köynək yox, corab toxumasının səbəbi yox bəhanəsidir deyə bilərikmi? Xeyr, elə səbəbidir. Həqiqətən də kasıb adam yox. Onun üçün yun almaq, ip almaq belə ağır bir şeydir, böyük bir şeydir. Ona görə cavab A ola bilməz. B-yə baxaq. Zeybək qızı əsərində əsarətdə təhsilin mümkünsüzlüyü fikri Mithat Əfəndinin döyüşə yollanmasının səbəbi yox, bəhanəsidir. Yox. Bu necə bəhanədir ki, deyirsən, mən döyüşə yollanıram. Bəhanəm də budur ki, əsarətdə təhsil hasil etmək olmaz. Yox, bu elə səbəb idi. Bəhanə demək olmaz. Mircəlalın Açıq kitab əsərində arıçının kolxoza qoşulmaması Vahidin məktəbdən qovulmasının səbəbi yox, bəhanəsi idi. Bəli. Sadıq kişi qoşulmamışdı, çünki arıçı onsuz da az idi. 5-3 nəfər arıçı var idi, onlardan da nə kolxoz, həm də belə bir şey olsaydı, əvvəldən bunun üstünə düşərdilər. Amma orada Kərim Gəldiyev başlayır araşdırmağa, bu aralarında intriqa düşəndən sonra görəsən nə edeyim, nə edə bilərəm, belə bir şey tapır. Direktor da çox da məsələləri araşdıran biri deyildi, bildiyiniz kimi. Ona görə də bu səbəb yox, bəhanə idi. Deməli, biz seçirik burada C variantını. Sonra, gələk əsas məsələyə. Axundzadənin Hekayət-i Müsyo Jordanın əsərində Şahbaz bəyin öz ölkəsində yüksəlmək fikri, onun Parisə getmək istəməsinin səbəbi yox, bəhanəsi deyə bilərikmi? Düzdür, əsərdə elə düşünülən obrazlar var, qadınlar. Şahbaz da deyə bilərsiniz, bəlkə elə düşünülür. Bəlkə onun işi aşılır. Orada deyilir ki, əminliklə yaza bilərik. Şahbazın axır öz sözləri bu idi ki, mən istəyirəm ki, gedim firəng dilini öyrənim, biraz da yüksəlim. Yəni, demir ki, bəhanə üçün demir, elə səbəb idi Şahbazın dediyinə görə. Yəni, deyilir, biz o fikri əminliklə yaza bilmərik. Ona görə də düzgün cavab olur C variantı. Təkcə C-ni seçmək lazımdır. Qeyd edeyim ki, onlayn dərslərimizə qeydiyyat davam edir. Filoloqlar üçün həm sertifikasiya, həm MİQ imtahanından hazırlaşan filoloqlar yalnız onlayn formada keçirilir dərslərimiz. Dərslərimizdə bütün proqram keçirilir, sıfırdan sonracan. Nə qədər samballı vəsait var işlədilir. Sonra, bu vaxtacan olan dimin model sualları olsun, MİQ-də düşən suallar olsun, onların əsasında hazırladığımız suallar olsun, onlar hamısı işlədilir. Plus da bu dediklərindən başqa minlərlə öz yazdığımız və sırf onlayn dərslərimizdə tələbələrimizə işlətdiyimiz, kitab şəklində çap edəmədiyimiz sınaqlar işlədilir. Bu suallar həm məzmun etibarilə, həm də formal, struktur, quruluş etibarilə MİQ və sertifikasiya imtahanlarına uyğundur. Bu cür sualları işləyib imtahana getdikdən sonra çox rahat formada ixtisas suallarını cavablandıra biləcəksiniz.